Bu açıqlamanı bütün Azərbaycan gözləyir bizdən. Amma əvvəl demək istəyirəm ki, biz burada 10 günə 20.000 takipçi gəldi mənim profilimə. Sizə çox sağ ol demək istəyirəm. Yaxşı ki, siz varsınız. Və siz üçün balaca bir hekayə. Necə başladı? Mən Qazaxstanlıyam. Yoldaşım Azərbaycanlıdır. Biz sevmişik bir-birimizi və mən getdim Azərbaycana evlənməyə. Birinci səfər samolyota minmişəm, birinci səfər Qazaxstandan qırağa harasa çıxmışam. Gəldim Azərbaycana. O gəlmək hekayəni burada başlasam qurtarmaq bilməyəcəkdi. Və yoldaşım yaşayırdı Gəncədə. Gəncədə yaşamışıq. 15 il Gəncədə yaşamışam. Birinci, ikinci, üçüncü. 3 övladımız var bizim. Bir qızım var, 2 dənə oğlum var. Və mənim 2 dənə baldızım var, bir dənə də qaynım var, bir dənə də eltim var. Və qaymama və qaypapa var idi. Biz onlarla bərabər yaşayırdıq. Mən, baba, mama, yoldaşım və mənim uşaqlarım. Kommentariyalarda bir serial açılıbdı. Oxuyubsan, baxıbsan. Bilən, bilməyən, danışan, danışmayan hamı yazırdılar ki, ayda bunlar boşanıblar, ayda bu dalaşıbdı qaymama ilə, ayda bu baldızlarla yola getməyibdi, ayda bu qonşuların zat. Короче, oxuyurdum kommentariyaları, çox gülməli gəlirdi mənə. Və ən çox verilən sual hansı idi? Biz niyə köçmüşdük? Bəs orada hər şey gözəl idi, hər şey qəşəng idi. Bizim yaşamağı, bizim yemək yeməyi elə bil mənlə bərabər yaşayırdılar. Bilirlər mən necə yaşayırdım orada. Sadəcə. Prosto köçdük. Olmaz. Belə Qazaxstana köçməyib, biraz gəldik Qazaxstanda da yaşayaq. Görək necə olacaq. Ona görə sizlə bərabər burada hər şey paylaşıram, göstərirəm. Burada yaşayış nətərdir və baxıram ki, bütün Gəncə köçəcək Pavlodara, Stanaya, Qazaxstana. Çünki kommentariyalarda xanımlar, kişilər yazırlar ki, orada iş nətərdir, biz də gəlmək istəyirik. Bilmirəm. Hər tərəfindən həm müsbət, minus nədir? Müsbət və mənfi tərəfləri var. Ona görə baxın da mən sonra deməyin ki, Zamira getdi, çəkdi, paylaşdı. Ora nə qəşəng, nə gözəl. Biz gəldik, pis oldu. Mənlikdir, ha. Özünüz fikirləşin, baxın hər tərəfdən, ölçün, piçin, gedin, gəlin, necə ürəyiniz istəyir. Biz gəldik və hələ ki biz razıyıq hər şeydən, özünüz görürsünüz videolarda. Belə, takipdən çıxmayın, çoxlu videolar olacaq, davamlı paylaşımlar olacaq.